Bismillahirrahmanirrahim. Allah'ın salamı, rahmeti ve bereketi üzerinize olsun. Ey güzel Müslüman halk. Vahabiler ve bazı əhl-i sünnə qardaşlarımız bizləri, biz şiələri ittiham edirlər. Nədə? Yəni biz farslara əyilmişik. Onların iddiasına görə şiəliyi farslar yaradıb və biz də onların təsiri altına düşüb şiəliyi qəbul eləmişik. Həqiqətdə müqəddəs Quran-Kərimin özündə ayə var. Orada İbrahimin şiələri kəlməsi keçir və elə əhl-i sünnə qardaşlarımızın möhtəbər kitablarında gələn hədislər var. Peyğəmbər əleyhissalama buyurur ki, İslam dinini ayaqda saxlayan sənin şiələrin olacaq. Məndən mənbə tələb eləyəcəklər. 100 dəfələrlə, 1000 dəfələrlə mənbələri də deyirik. Talış demişkən, ki fayda. Kör tutduğum buraxmadığı kimi, bunlar da tutduğum buraxmır. Amma özləri bir mənbə göstərmədən ağızlarına gələn cəfəngiyatı danışırlar. 5-10 nəfəri yığıb videolar çəkirlər. Heç bir mənbə göstərilmədən axı söhbəti tamamlayıb qutarırlar. Bizlərə nöqsan tutan o vahabilər və bəzi əhl-i sünnə qardaşlarımızın nəzərinə bir daha çatdırmaq istəyirik. Şiəlik olub, şiə tərəfdar deməkdir və müqəddəs Quran-Kərimdə ayə var. İbrahimin şiələri. Sünni sözün. Biz Quran-Kərimdə sünni sözünə rast gəlmirik. Və bizi ki ittiham edirlər, bizi rafizlər adlandırırlar, yəni dindən çıxanlar. Rafiz sözü yəni çıxan, tərk edən deməkdir. Onlar da bizi rafizə adlandırmaqla deyirlər ki, yəni biz şiələr dindən çıxanlarıq. Bizləri öz aləmlərində tənqid yox, təhqir etmək üçün bizlərə fars deyirlər. Əgər mən millətcə fars olsaydım, daha doğrusu, mən bu millətlə fəxr edərdim. Farslar həm dünyavi, həm də dini cəhətdən o qədər böyük töhfələr vermişlər ki, İran sivilizasiyası dünyada ən məşhur sivilizasiyadır. Onlar hansı tarixi şəxsiyyətləri yetişdirmək bilər? Cəmiyyətə, bəşəriyyətə faydalı şəxsləri. İndi mənim də belə bir sualım var. Əhl-i sünnə qardaşlarımıza və özlərinə əhl-i sünnə deyən vahabilərə. Nə üçün əhl-i sünnədə ən tanınmış, məşhur hədis alimləri və məzhəb alimləri millətcə farsdır, amma siz onlar haqqında bir kəlmə demirsiniz. Deməli, sünniliyi yaradan farslardır, şiəliyi yaradan yox. Bir tərəfdən baxaq, İraq, Küveyt, Yəmən, Suriyada nə qədər şiələr var? Hələ Səudiyyə Ərəbistanında. Mənim bu haqda videom var geniş şəkildə. Ayrı-ayrı dövlətlərdə o dövlətlərin, o ölkələrin əhalisinin neçə faizi şiədir? Hindistanda, Pakistanda, Afqanistanda siz niyə bütün şiələri təhqir edirsiniz? Sizlərə cavab verəndə də özünüz lal olursunuz. Sizlərə inanan avam insanları başlayırsınız komment yazdırmağa, şiələri təhqir etdirməyə. Əhl-i sünnə hədis alimləri və məzhəb alimləri, millətcə fars olanlar, sizlərin Quran-Kərimə bərabər tutduğunuz, bəzilərinizin də Quran-Kərimdən daha üstün tutduğu Səhih Buxarinin müəllifi Buxari, Özbəkistanda, Buxarada anadan olub, millətcə farsdır. İkinci yerdə gələn Səhih Müslim, İranın Müşafir şəhərində anadan olub, millətcə farsdır. Tirmizi, həmin 6 səhih kitab saydığınız kitabların birinin müəllifi. Tirmizi, Buxara şəhərində anadan olub, Özbəkistandan millətcə farsdır. Nəsai, 6 kitabın müəllifindən biri, səhih saydığınız. İranın Xorasanın şəhərində anadan olub, millətcə farsdır. Özü də deyim ki, Nəsaini əhl-i sünnə döyərək öldürüb. Məcə Qəzvani İranın Qəzvan şəhərində anadan olub, millətcə farsdır.
Bu dediklərim sizlərin 6 səhih kitabıdan olan müəllifləri, 6 səhih kitabın müəllifləri 6-sından 5-i farsdır. Deməli, Əhl-i Sünnəni yaradan farslardır. Şiəli yaradan yox. Sizin məzhəb alimi, imamları Hənəfi, indiki Əfqanistanın Kabul şəhərində olub. Hənəfi, Həmbəli, məzhəb alimimiz İranın Xorasan şəhərində olub. Millətcə farsdır. Yenə Əhl-i Sünnədə sayılıb seçilən böyük hədis alimlərindən Muşafir şəhərində İranın anadan olub. Millətcə farsdır. Deməli, buradan belə çıxır ki, sünniliyi yaradan farslardır. Amma siz bizlərə şərböhtan atıb deyirsiniz ki, şiəliyi farslar yaradı. İndi baxın öz alimlərinizə, görün, şiəliyi farslar yaradıb, yoxsa sünniliyi farslar yaradıb. Ondan əlavə, nəzərinizə çatdırım. Əhl-i Sünnə alimlərinin, deməli, 3 əqidə məktəbi var, 4 məzhəb. Sünnili özü 4 məzhəbdir. 4 imamları var. Hənəfi, Həmbəli, Maliki, Şəfii. Hənəfi anadan olub 699-cu ildə, yəni 7-ci əsrin qurtarmayına 1 il qalmış. Həmbəli böyük məzhəb alimlərimizdən biri, 4 imamlarımızdan biri. 8-ci əsrdə anadan olub, 780-cı ildə, 8-ci əsrin axırları. Şəfii 767-ci ildə anadan olub. Yəni 8-ci əsrin ikinci yarısında. Malik, İmam Malik. Deməli, anadan olub 711-ci ildə, yəni 8-ci əsrin əvvəlində. Əgər fikir verirsiniz, görürsünüz ki, onlardan tez anadan olanı İmam Hənəfi 699-cu ildə. Yəni 7-ci əsrin axırıncı ilində anadan olub. Sonra 711-də İmam Malik anadan olub, Şəfii anadan olub 767-ci ildə, Həmbəli axırıncı doğum tarixinə görə Həmbəli 780-ci ildə. Amma İmam Əli nə vaxt anadan olub? İmam Həsən, İmam Hüseyin, İmam Zeynalabdin. Axı biz şiələr Əli aşiqləriyik. Peyğəmbərin vəsiyyətinə əməl edənlər. Peyğəmbər ki, buyurdu, sizə 2 amanat qoyuram. Allah Taalanın nazil etdiyi müqəddəs Quran-ı Kərim və mənim əhl-i beytim, bu ikisindən möhkəm yapışsız, heç zaman yolunuzu azmayacaqsınız. Bu ikisindən yapışsız, bu ikisi Kövsərdə mənim yanıma gəlinə qədər bunların heç birini əl çəkməsiniz, nicat tapanlardan olacaqsınız. Biz də Peyğəmbərin təmiz sünnəsinə əməl edənlərik. Yəni, başqa sözlə desək, biz şiələr həqiqi Peyğəmbər sünnəsinə əməl edənlərik. Həqiqi əhl-i sünnəyik. Yəni, Peyğəmbər sünnəsinə əməl edənlərik. Biz Əli şiələri. Sizlər isə bizləri təhqir edirsiniz, tənqid də yox, fars adlandırırsınız, avam cəmaatı adlandırıb, aldadıb, söylüyorsunuz ki, şiəliyi farslar yaradıb, amma həqiqətdə sünniliyi farslar yaradıb və sübut sizin həm məzhəb, həm əqidə alimləriniz ki var, farslılar. Sünnilərin 3 əqidə məktəbi var. Birincisi Əsəriyyə adlanır, ikincisi Əl-Əşəriyyə, üçüncü də Maturidiyyə adlanır, üçüncü qrup. Deməli, bu əqidə məktəbində birinci Əsəriyyə ki deyirik, İmam Əhmədin, yəni Həmbəlinin yaratdığı əqidə məktəbidir. Buna Həmbəli deyilir və yaxud da ki, Əhlül hədis də deyirlər bunlara. İkinci qrup Əl-Əşəriyyədir. Əşəriyyə nə vaxt yaranıb?
Həmbəlini dedik, neçənci ildə anadan olub, neçənci əsrdə yaşayıb. Əşəriyyə ikinci qrup deməli İmam Abdul Hasan Əl-Əşəriyyə yaradı bu əqidə məktəbini. 874-cü ildə anadan olub. 874-cü ildə 9-cu əsrdə anadan olub. Üçüncü qrup Maturidi adlanır. İmamları Əli Mansur Əl-Maturidi anadan olub 852-ci ildə, yəni 9-cu əsrin ikinci yarısında. Dünyasını dəyişib 10-cu əsrdə, 944-cü ildə 92 il ömür sürüb. Əziz müsəlman bacı qardaşlar, bu videoya qulaq asanlar, indi özünüz qərar verin. Şiəliyi farslar yaradıb, yoxsa sünniliyi, əziz sünni qardaşlarımız. Şəxsən mən Ərkivanlı Fariz Əhməd Əlili olaraq bir şiə kimi həmişə istəyirəm ki, bizim aramızda həqiqi qardaşlıq olsun. İslamı parçalamayaq, bölməyək, qardaşlıq edək, düşmənçilik yox. Allah hər birinizdən razı olsun. Allah bizləri həqiqi iman gətirənlərdən qərar versin inşallah. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu.